Yazı pozu işləri var yoldaşlar. Mən sizə indi fərqli-fərqli işlərdən bəhs etmək istəyirəm. Hansılar ki, rahat işlərdir və bəziləri hətta sizdən heç nə tələb eləmir, təcrübə tələb eləmir, amma sizə işi də öyrədirlər. Yəni yüngül işlərdir, amma əlbəttə ki, belə deyim də, fəhlə tipli işlər deyil də, normal səviyyəli bir işlərdir. Misal üçün, gəlin onlardan ilk öncə başlayım sizə. Misal üçün, çağrı mərkəzi operatoru işidir, resepsiyondur, koordinatordur, AV-kasser tipli işlərdir ki, hansılar ki, ciddi şərtləri yoxdur da. Normalda bu işlərə qəbul olmaq üçün çox güclü şərtlər, tələbləri olur bəzi şirkətlərin. Amma mən sizin üçün elələrini seçib paylaşıram ki, bu videoda Allah qoysa, siz yəni o işlərə qəbul olma ehtimalınız digər variantlara nisbətən daha yüksək ola bilər. İndi gəlin ilk öncə deyim də neçə dənəsini paylaşacağım Allah qoysa. 1, 2, 3, bir 5 dənə vakant yerdən bəhs edəcəm. İndi siz bu 5-dən birinə baxın, görün hər hansısa biri sizə uyğundurmu? İnanmıram ki, hər hansısa biri sizə uyğun olmasın. Çünki yaşınız əgər 50-60-sa, bəli, uyğun olmaya bilər. Amma belə, yəni, çoxunuzun zövqünə uyğun ola bilən bir işlərdir. İlk öncə başlayaq aviakasser işindən. Gündüz növbəsində olan bir işdir. 600 manat pul verirlər yoldaşlar sizə. 20-25 yaşlı olmalısınız. 20-25 yaşlı bir şəxsinizsə bu işə müraciət edə bilərsiniz. Səhər saat 9-dan 6-ya kimidir. Və yaxud da axşam, və yaxud da daha doğrusu axşamsız sözünü unutun. Səhər saat 10-dan 7-yə kimi də ola bilər. Yəni 1 saat oyan bu yan məsələsi var da. Yəni istəsəz səhər saat 9-dan 6-ya kimi və yaxud da istəsəz səhər saat 10-dan 7-yə kimi işləyə bilərsiniz. Əsas məsələ nədir yoldaşlar? Rus və ingilis dilini bilməlisiniz. İndi nə qədər bilməyiniz o hissəsi ilə bağlı detal yoxdur. Artıq yəni başlanğıc səviyyədə bilirsinizsə düşünürəm ki, bu sizin üçün problem yaratmaya bilər və özünüzü inkişaf etdirməyi sevirsinizsə də, ümumiyyətlə yeni sistem və alətləri tez mənimcə bacarığınız varsa, bu işə müraciət etməyinizi tövsiyə edirəm. Bundan əlavə call center operatoru işi var, yəni çağrı mərkəzi operatoru işi var. Bu da sizdən işini tələb eləmir demək olar. Öz dilimizdə rahat səviyyədə ünsiyyət qurma bacarığınız varsa, kollektivlə işləmə bacarığınız varsa, orta və ya orta təhsillisinizsə heç olmasa, ünsiyyətçisinizsə, xanımsınızsa bu işə müraciət edə bilərsiniz. Burada təxminən 800 manatdan yuxarı da qazana bilirsiniz yoldaşlar. 5 günlük iş qrafikına malikdir, daha doğrusu 6 günlükdür, amma 5 günlükdə səhər saat 10-un yarısından günorta 6-nın yarısına qədər, şənbə günü isə saat 10-dan 4-ə kimi olan bir işdir. Bura CV-nizi göndərə bilərsiniz. Sonra reception işi var. Bu da heç olmasa bir illik iş təcrübəsi tələb edir. 20-37 yaşlı xanım olun, rus dilini səlis bilin, kompüter bilikləriniz olsun. 700 manatlıq bir işdir. Hardadır bu? Alarm oteldədir. Bir də koordinator, kargüzar işi var yoldaşlar. Beynəlxalq təhsil mərkəzindədir. 750 manatdan yuxarı verə bilir sizə. Deməli, əsas nədir yoldaşlar? Əsas məsələ budur ki, siz sənədlərlə işləmə bacarığınız olsun, kompüterdə işləmə bacarığınız olsun, xarici ölkələr və yerli universitetlərlə onlayn əlaqələr qura biləsiniz, qrup iş proseslərini icra edirsiniz və məsuliyyətli və intizamlı olmalısınız. Bir də yoldaşlar, bir dənə də koordinator işi olmalıdır. Mən onu sizə deyəsəm bəhs etmədim. Bir də onu mən sizə bəhs etmək istəyirəm. Bəli, bir də kurs üzrə koordinator işi var. Bu da Allah asan işlərdən biridir. Demək olar işini tələb eləmir. Həftə içi 5 gündür, səhər saat 10-un yarısından axşam 7-nin yarısına qədərdir. Ciddi bir şərti yoxdur. Rahatlıqla müraciət edə bilərsiniz. Nə iş görürsünüz yoldaşlar? Tələbələrin imtahan müddətlərini izləyirsiniz, dərs qrafiklərinə və iştiraklara nəzarət edirsiniz, tələbələri qarşılayıb və yönləndirirsiniz. Bu tipli bir işdir. Bu işlərdə müraciət etməkdə dəstək istəyir və hətta digər işlərlə də tanış olmaq istəyir. Ümumiyyətlə, iş tapma səsiyyətini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görsə kanala daxil olun, Toğrul Əziboğlu kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Bir daha deyirəm ki, işlər sadəcə bunlardan ibarət deyil. Digər işlər də var ki, kanala göz gəzdirin. Orada da bəlkə də bu tipli başqa işlər də görə bilərsiniz. Rahat işlər adı ilə, az şərtli işlər adı ilə olan vakant videolara baxmanızı tövsiyə edirəm.